Uşaqlarda parazitar qurdların təsiri və bunların yaratdığı kistalar. Eknokok adında bir qurd var. Bu çox təhlükəli bir qurddur. Yuyulmamış meyvə tərəvəzdən, çiğ ətdən və gigiyenik qaydalara riayət olunmadığı halda insana keçə bilir. Və bu qurd qaraciyərdə, dalaqda, ağciyərdə, beyində, hər bir yerdə bir kista yarada bilir. Ən çox yerləşdiyi yer qaraciyər, dalaq, ağciyərlər, onurğa beyin və beyində ola bilir ki, bəzən də qarın boşluğunda olur. Əgər kista 5 sm-ə qədərdirsə, konservativ müalicə olunaraq o dərman müalicəsi aradan qaldırıla bilir. Əgər 5 sm və onun üzərindədirsə, artıq cərrahi müdaxilə mütləq tələb olunur. Valideynlər çox diqqətli olsunlar. Eknokok qurdun kisti varsa, evdə hər insanda yoluxa bilər buna. Və o zaman evdə olan bütün insanlar dərman müalicəsi almalıdırlar və 5 sm üzərində olan kistlər isə cərrahi müdaxilə olaraq aradan qaldırılmalıdır. Biz sizə arxa görüntüdə hansı ki 16 yaşında bir pasiyentin qaraciyərində böyük ölçüdə 2 dənə eknokok kisti əməliyyatımızı göstərəcək və bu əməliyyatları biz ancaq qapalı şəkildə icra edirik. İstər ağciyərdə olsun, istər qaraciyərdə, istər dalaqda. Təşəkkürlər.